Salam dostlar, uzun zamandan sonra yenidən sizinlə görüşə gəlmişəm. Mənim adım Nurlan Babayevdir. Bugün çox praktik mövzu haqqında danışacağım. Xüsusən də hüquqşünaslar üçün bir hüquq mütəxəssisi, xüsusilə də junior hüquqşünas üçün hüquq şirkətində AI-dan necə effektiv istifadə etmək barəsində danışacağam. Konkret case nümunələri ilə gəlmişəm və əminəm ki, sizin üçün çox maraqlı olacaq. Əslində mən bunu bu mühazirə formatında çəkirəm. Belə deyək, bunu mən öz tələbələrim üçün ADA Universitetinin 4-cü kurs Comparative Law tələbələri üçün çəkirəm. ADA Universitetində artıq 3 ildir ki, bir sıra fənləri, eləcə də son olaraq Comparative Law və Legal Argumentation dərslərini tədris edirəm. Amma bu son dərsi fərqli formatda çəkməyə qərara gəldim, fərqli formatda deməyə qərara gəldim. Düşünürəm ki, artıq AI-ın gəlməsi ilə, AI-ın süni zəkanın bu qədər inkişaf etməsi ilə nəinki əmək bazarı, həmçinin bütövlükdə hüquq təhsili çox böyük dəyişikliyə uğramalıdır və biz bu dəyişikliyə ayaq uydurmağa çalışmalıyıq. Konkret case nümunələri çəkməmişdən qabaq Cowork üzərində sizə göstərəcəm. Antropikin məhsuludur. Konkret case nümunələrindən göstərəcəm ki, bundan necə effektiv istifadə etmək olar. Mən düşünürəm ki, ilk olaraq buna toxunmalıyam. Hüquq təhsilinə toxunmalıyam. Çünki biz bilirsiniz, biz hüquq təhsilini əvvəl necə verirdik? Birinci baxaq bizim ümumi beyin funksiyalarımızın işləyişinə. Bizim beynimizin müəyyən bir neyron seti var. Biz ora informasiya yüklüyürük. Bu informasiya necə yüklüyürdük? Universitetdə alırdıq, bizə müxtəlif məcəllələr, müxtəlif qanunlar keçirdilər. Və bu məlumatları toplayırdıq beynimizə. Beynimizdə müəyyən emal funksiyaları var, müəyyən mühakimə funksiyaları var, müəyyən kognitiv funksiyalarından bu belə bir qərarları verirdi. İndi isə, xüsusilə bu Cowork'dan sonra göstərəcəyim Cowork'dan sonra, biz elə bir ki, beynimizi kopyaladıq, klonladıq və kənarda bizim bir device'ımız var, bir tools'umuz var. Və bu bütün informasiyalara sahibdir. Ən azından sizin verə biləcəyiniz informasiyalara, bütün analitik təhlil üsullarına, alətlərinə sahibdir və orada fəaliyyət göstərir. Sadəcə sizdən tələb olunan onu istifadə etmək bacarığınızdır. Yəni, bu nəyi dəyişir? Bu bizim vertikal müəyyən məlumatlara, müəyyən biliklərə yönəlmə, öyrənmə şəklimizi dəyişir və tamamilə horizontal bir müstəviyə çıxardır. Fikir nədən ibarətdir? Baxın, biz tələbələrə hələ də dərininə vertikal biliklər öyrədirik. Müqavilələrin formaları, remedislər, müxtəlif cür müdafiə üsulları, pozulmalar və s. hamısını öyrədirik. Bunlar lap yaxşı. Ancaq indi məsələ burasındadır ki, bu biliklər, bu informasiyalar hamısı bu device-da var. Bizim klonladığımız device-da. İndi çox daha fərqli biliklər tələb olunur. Horizontal biliklər. Yəni üfüqi biliklər, bunlar ümumiyyətlə əgər siz müştəri ilə işləyirsinizsə, müştərinin biznes modelini başa düşməlisiniz, onun müəyyən davranış modelliklarını başa düşməlisiniz, digər sahələrdə bilikləriniz olmalı ki, naviqasiya eləyə biləsiniz. Sizdən tələb olunan sadəcə olaraq düzgün naviqasiya eləmək qabiliyyətidir. Nəinki dərinə bilikləri nümayiş elətdirmək. Çünki sağ olsun süni zəka, kənarda dediyim kimi device'ımız var. O device'ımızda artıq o məlumatlar var, dərindən məlumatlar var. Sadəcə naviqasiya etmək qabiliyyəti bizə qalır. Və bu naviqasiya qabiliyyətindən kim düzgün istifadə edə biləcəksə, mən düşünürəm ki, o da sağ qalacaq əmək bazarında və daha çox rifaha nail olacaq. Ona görə öyrənmə şəklimiz dəyişibdir. İndi üfüqi öyrənirik və bu əlimizdə olan, belə deyək, çox qiymətli device-ı
necə istifadə etmək qabiliyyətləri əldə etməliyik. Bu device dediyimiz süni zəkada 3 əsas parametri var ki, onları düzgün daxil etdikdə çox yaxşı nəticə əldə edirsən. Bir, nə istədiyini biləcəksən. Həmin süni zəkadan nə istədiyini, konkret nə istədiyini düzgün daxil etməlisən. Onun qarşısında düzgün suallar qoymalısan, düzgün tələblər qoymalısan. Bu bir, çox önəmlidir. İndi onu göstərəcəm öz onlayn belə deyək, video dərsimdə göstərəcəm ki, bu düzgün AI qarşısında düzgün sualları necə qoymaq olar? O bir. İki, çox önəmli, konteksti düzgün verməlisən. Məsələn, belə deyək də, sən hazırlaya bilərsən, müqavilə edə bilərsən ki, mənə müqavilə hazırla, parametrlər verə bilərsən. Ancaq konteksti verməsən, o sənin üçün düzgün nəticə gətirə bilməyəcək. Kontekst də nədir? Kontekst də sənin istəyinin arxasında duran əsas dəyişənlər, əsas məlumatlardır. Deyək ki, sənin müştərin bir müqavilə istəyir. Müştərinin biznes profili nədir? Hansı böyüklükdədir? Hansı sahələrdə fəaliyyət göstərir? Müştəri bazası nədən ibarətdir? Qorxuları nədən ibarətdir müqavilə bağlayarkən? Qarşı tərəfdən gözləntiləri nədir? Riskləri nədir? Bunlar hamısı kontekst dediyimiz kontekstual məsələlərdir. Sən onu düzgün verməsən, birinci düzgün sual qoymasan, ikinci düzgün kontekst verməsən, o sənə düzgün doğru nəticəni vermir. Və üçüncü ən əsas, sənin gözlənilən məhsuldan, son məhsuldan gözləntin nədir? Son məhsulun necə olmasını istəyirsən? Parametrlər nədir? Azərbaycan qanunvericiliyi nəzərə alsın. Nə bilim, axı, İngiltərə qanunvericiliyi nəzərə alsın, Unistral qaydaları nəzərə alsın, nə bilim, axı, hansı parametrlər olsun, hansı şablonları nəzərə alsın, hansı məlumatlar birinci olsun, ikinci olsun. Hər birini gözləntilərini ona açıq yazmalısın. Və bütün bu konteksti, bütün bu gözləntilərdir, məlumatlardır, əlbəttə bir prompta sığdıra bilməyəcəksən. Bunun üçün belə bir platform olmalıdır ki, AI bu məlumatları, süni zəka bu məlumatları özü oxusun, təhlil eləsin. Çünki bu, belə deyək də, bəzi hüquqşünaslar götürürlər, ChatGPT-də verirlər ki, mənim bir alqı-satqı müqaviləsi hazırla, bir-iki dənə parametr verirlər. Bu peşəkar iş deyil. Mən hazırda göstərəcəyim məsələ, görəcəksiniz necə kompleks AI həlləridir və orada biz istənilən tapşırığın arxasında nə qədər kontekst varsa, nə qədər məsələ varsa çalışacaq ki, AI-ı, süni zəkanı ondan təlimləndirək və çıxan nəticə tam gözləntilərimizi əks elətdirsin. Bu, mən istəyirəm indi hazırda keçim, belə deyək, kompüterdə artıq konkret həlləri göstərim sizə. 4 case göstərəcəm. 4 use case, biri müqavilənin hazırlanmasıdır, SAS müqaviləsidir, biri qarşı tərəfdən gəlmiş müqavilənin təhlilidir. Və sonda biz emək üzrə merger and acquisition deyirlər. Bu böyük, bilirsiniz, birləşmə və satın alma layihələridir. Və bu emək layihələri üzrə artıq biz due diligence barəsində danışırıq. Necə due diligence eləmək olar? Necə bir neçə müqaviləni bir yerdə due diligence eləmək olar? Hazırsınızsa keçək. Mən artıq başlayıram bizim, belə deyək, screenin nümayişinə və orada göstərəcəm sizə. Deməli, dostlar, mən bunu açdım. Baxın, görürsünüzmü? Bu Claude-un desktop modudur. Yəni, mütləq qaydada kompüterinizə yazırsınız, download edib yazırsınız və bu dediyim ancaq pullu versiyaya aiddir. Yəni, pulsuz versiyada bu toolslar olmayacaq. Çünki biz Cowork üzərindən işləyəcəyik və artıq mümkün olmayacaq. Baxın, bu dashboarddur. Görürsünüz ki, chat hissəsi var. Chat hissəsi adi ChatGPT kimi işləyir. Yəni, orada
müəyyən müəyyən promptlar verə bilərsiniz. Bunu siz məndən yaxşı bilirsiniz. Mən bunun üzərində danışmaq istəmirəm. Mənim əsas hədəfim Cowork-dur. Cowork burada görürsünüz. Bu ikincidir. Bunu vurmalısınız. Burada isə kod hissəsi var. Kod daha qarışıqdır. Daha bir balaca daha çox zəhmət tələb eləyir bunu öyrənmək. Mən xeyli vaxt sərf elədim bununla bağlı. Bu agentik AI, artıq bu agentlərin yaradılması ilə bağlı hissədir. Amma biz Cowork-a baxacağıq. Görürsünüz Cowork. Cowork nədir? Cowork sizin kompüterinizdə, birbaşa kompüterinizə çıxış alır və o faylları oxuyur. Faylları oxuyur, fayl yazır, ona dəyişiklik eləyir. Çox mühüm funksiyadır. Dediyim kimi, baxın, siz bu qədər böyük konteksti, yəni chatdə verə bilmərsiniz. Buna çıxış versiniz müvafiq fayla, artıq o sizin şirkət politikalarınızı, şirkət siyasətinizi öyrənir, müştərilərlə negotiation notesları oxuyur, briefingləri oxuyur, templateləri oxuyur, bütün konteksti özü oxuyur. Sadəcə olaraq komanda verirsiniz və bu sizin kompüterinizin içində işləyir. Möhtəşəm bir şeydir. Yəni bu o qədər önəmli imkanlar açır. Mən sizə göstərəcəm. İndi birincisi, gəlin bu Cowork-u işə salaq. Cowork-u işə salmamız üçün öncə ona kompüterə çıxış verməliyik. Burada gəlirik, biz aşağıda görürsünüz. Mənim əvvəlki deməli çıxış papkam buydu, Cloud Outputs. Sadəcə olaraq bugün məhz bu məqsədlə Cloud Legal yaratdım. Bax bu Cloud Legal görürsüz. Vurdum və alo. Bunu bastım. Artıq Cloud'un mənim Cloud Legal papkasına çıxışı var. İndi gəlin baxaq görək bu papkada nə var dostlar. Bu papkada Cloud Legal-ı burada yaradıram. Görürsünüz, yaratmışam Cloud Legal. Cloud Legal-ın içərisinə girirəm. Ən önəmli, bunlar bu case'lərdir nümayiş elətdirəcəyim. Bu case'lərin içindəki faylları girib oxuyacaq. Bu da prompt instructionlardır. Onları da hazır tutmuşam ki, yəni vaxt sərf eləməyim yazmağa. İlk növbədə mütləq qaydada MD fayl formatında bir about me faylı yaradırsınız. Bu nədir? Bu siz ona baxın, içəriliyin açıram. Bunu MD formatında yaratmalısınız ki, çünki Cloud MD formatlı faylları çox rahat oxuyur. Onun üçün də Word-də yaradırsınız. Sonra Google Doc-u açırsınız. Google Doc-un içinə paste eləyirsiniz, yəni içinə yerləşdirirsiniz, Ctrl-V və deməli sol küncdə saxla və ya download olaraq MD formatını seçirsiniz. İlk olaraq buna bir kontekst verməlisən ki, çünki bu Cowork hər dəfə yeni yaddaşı ilə başlayır. Bu bilməlidir ki, sən kimsən, firman nədir, firm nə işi ilə məşğuldur, sənin ondan gözləntilərin nədir, instruksiya, ümumiyyətlə, komanda verəndə hansı instruksiya ilə getsin. Bir növü sən onu instruktaj eləyirsən. Bu birisi nəyə oxşuyur? Bu ona oxşuyur ki, elə bir ki, sən partnyorsan, şirkətin partnyorsan, yeni işçi götürmüsən. Yeni işçiyə deyirsən ki, bax, bu bizim firmadır, bu bizim şirkətdir, bu bizim şirkət qaydalarımızdır, bu bizim iş prinsipimizdir. Biz işləri adətən belə görürük, klient ilə belə danışırıq. Ümumiyyətlə, hər şey. Hansı ki, bütün işlərdə Cloud AI mütləq qaydada onu oxumalıdır. Onu oxumalıdır ki, şablon konteksti, yəni bütün işlər üçün vahid konteksti başa düşsün. İlk olaraq, baxın, Cloud, who am I? Junior Associate at Baku Legal Partners. Bar statüsün yazır, practice arealarını yazır, corporate law, commercial law,
Özün barəsində nə istəsən yazırsan və səni çox yaxşı tanısın ki, konteksti başa düşsün. Bu çox önəmlidir. Firma haqqında məlumat, hansı sahədə fəaliyyət göstərir, nədə ixtisaslaşıbdır. Ə, Sonra deməli, bu hissə çox önəmlidir. How I want you to work before any task. Bax, bu çox önəmli. Read this file fully. Check number one, firm policies for applicable rules. Gərək firm policy-ni bura yükləyəsən. Hər bir şirkətin müəyyən polisisi olur, bilirsiniz. Mütləq qaydada, burası çox önəmlidir. Mütləq qaydada hər hansı bir işə başlamamışdan qabaq mənə sual ver. Yəni tam dəqiqləşdir. Ask me clarifying question before starting drafting. Göstərir burada. Mən bu faylı göndərəcəm sizə. Yəni hüquq fakültəsi tələbələrimə göndərəcəm. Bunun üzərində işləyib belə deyək, bunu öz iş mühitinizə uyğunlaşdıra bilərsiniz. İndi 4-cü kursu bitirirsiniz. Bəzisiz dövlət orqanında işləyəcəksiniz, bəziniz başqa şirkətlərdə işləyəcəksiniz, amma bunu özünüzə uyğunlaşdıra bilərsiniz. Birinci özünüz barəsində, ikinci işlədiyiniz iş yeri barəsində və üçüncü isə əsas siz onu necə instruksiya edirsiniz. Papkanı vermişsiniz, amma papkanı necə oxusun, hansı faylı birinci oxusun, hansı faylı mütləq qaydada oxusun, hansı faylı isə siz birbaşa dedikdə oxusun. Məsələn, deyə bilərsiniz ki, ora müxtəlif qərarlar yükləyə bilərsiniz, müxtəlif qanunlar yükləyə bilərsiniz, müxtəlif fərmanlar yükləyə bilərsiniz, öz iş yerinizin polisini yükləyə bilərsiniz, nə bilim, davranış qaydalarını yükləyə bilərsiniz, nə istəsəz. Önəmli olan mütləq qaydada About Me faylı yaratmaq və Claude-a başdan demək ki, mütləq qaydada bunu oxumamış heç bir işə başlamaq. Bunu qoyuruq. Birincisi bizim faylımızın içindədir. Gördünüz. Buraya gəlirik. Və artıq case'lərdir. Case'lərin üzərindən mən keçəcəm. Və eyni zamanda dostlar, burada bir məsələ də var. Onu da göstərmək istəyirəm. Bu Claude Global Instruction-dır. Burada mən gələrəm Settings-də. Gördüyünüz Settings, Cowork, Global Instruction. Global Instruction Edit. Burada görürsünüz, mən yazmışam. Allow, always follow the rules in About MD before starting any task. Görürsünüz, buradan artıq mən onu yönləndirdim About Me faylına. About Me faylında da mən konkret ona göstərmişəm necə davran. Bütün hər şeyi konteksti başa düşmədən başlamasın. Əgər anlamırsa mənə sual versin. Bu kiçik instruction Cowork-a qoyulur. Yenə dedim, burada bayaq kimi gəlirsiniz. Deməli, Settings, Cowork və Global Instruction. Save edirsiniz. Save etdik. Deməli, biz gəldik artıq Cowork-da papkamızı bağlamışıq, düzdür. Instruction'umuzu vermişik. Papkamızın içində biz nə etmişik? Biz papkamızın içində Claude Legal'da About Me qoymuşam. Amma yenə deyirəm, təkcə About Me olmaya bilər də. Şirkət polisləri ola bilər, başqa sənədlər ola bilər. Hansını ki, sən istəyirsən, birinci bunu oxumamış başlamasın. Oxumamış başlamasın istəyirsənsə, bura qoya bilərsən. İndi mən istəyirəm gələk birinci işimizə, Case 1. Case 1 nədir? Case 1 deməli, biz SAS agreement bağlayacağıq. Bir şirkəti bizə müraciət eləyib. Deyir ki, mən müəyyən bir IT, müəyyən bir bulut xidmətləri göstərən. Bu SAS nədir? Bulut xidmətləri göstərir. Bulut üzərindən sizə müəyyən proqram təminatı xidməti göstərir. Məsələn, elə Microsoft özü bulut xidmətləri göstərir. Bulut üzərindən bir sıra biz olsun, Word olsun. Ən yaxşı nümunə, məsələn, götürə bilərsən sən, deyək ki, Google Doc, Google Sheets.
xidmətləri göstərir və sən onun üzərinə müəyyən onun proqram təminatlarından istifadə edib müəyyən məhsullar yaradırsan, belə xidmətləri göstərən yüzlərlə şirkət var. Amma əsas burada məsələ bizim müştərinin müəyyən narahatlıqları var, xüsusilə də həssas məlumatlardır. İstəyir ki, bu həmin məlumatlar burada saxlanılsın, yayılmasın, müəyyən məlumatların qorunması ilə bağlı narahatçılıqlar var. Eyni zamanda həmin məhsuldan istifadə edib yaratdıqları son məhsula mülkiyyət hüquqlarının qorunması, onun məsələləri var. Digər məsələlər var, mən heç onun içərisinə girmirəm. Sadəcə olaraq burada onu göstərmək istəyirəm. Mənim nə əldə eləmişəm? Birincisi, client briefing var. Client brief papkasını açıram. Biz bu client ilə bir neçə dəfə görüşmüşük. Bu fake məsələdir. Yəni bunu sırf təhsil məqsədi ilə burada hazırlamışam. Bir neçə dəfə görüşmüşük client ilə. Onun istəkləri, onun burada göstərib deyək ki, nə qədər vəsait ödəyə bilər. Baxın, burada göstərib data localization non-negotiable. Yəni data mütləq qaydada data Azərbaycanda saxlanılır. Non-negotiable. O bunun qırmızı cizgiləridir. Belə qırmızı cizgiləri çoxdur. Mən birinci bunu saxlayıram papkada. Notlar alıram. Notları da yük şirkətində məsələn notları alın, onu da daha səliqəli nota çevirən AI toolslar var. Bundan da istifadə edə bilərsən. Notu və yaxud da yazıb sonra həmin yazdığın səsi nota çevirən toolslar var. Ondan da istifadə edə bilərsən. Mütləq qaydada client brief eləyəndə mütləq qaydada not almalısan və bu notlar da nə dərəcədə detallı olsa, sənin işin o qədər yaxşı alınacaq. Bu bizim deməli birincisi client briefdir. İkincisi negotiation notesdur. Negotiate olunubdur iki tərəflər arasında və biz notlar götürmüşük. Bu da qarşı tərəfində müəyyən istəkləri var, qırmızı cizgiləri var, onları nəzərə almalısan. Bu negotiate negotiation mərhələsində bu məsələlər ön plana çıxır və göstərilir. Orada da göstərilibdir. Detalına girib sizin vaxtınızı almaq istəmirəm. Çünki məqsəd bu müqavilə barəsində danışmaq deyil. Məqsəd sizə konteksti göstərməkdir. Bu və bizim şirkətin SAS Agreement template var. Ümumiyyətlə, hər şirkətin müəyyən templateləri var. Deyirlər ki, bu templatelər üzərindən müqavilələri tərtib edin. Əgər bu template olmasa, template'i vermə, qoy özü etsin. Ancaq belə template olsa, artıq sən çərçivəni konkret müəyyən etməli olursan, müəyyən etmiş olursan, artıq AI həmin çərçivədə davranır. Müəyyən o blokları doldurmamış getmir. Və bu bizim draft deməli faylımızdır. Bu boşdur. Biz AI-ya komanda verəcəyik ki, artıq ilkin draftı burada özü yazsın. Bunun içinə yazsın. Draft 1, draft 2, draft 3 şəklində yazacaq. Əgər dəyişikliklər varsa və müəyyən dəyişiklikləri etsin. İndi bu papkanı case 1-i görürsünüz. Case 1-i bu formada hazırlamışıq. İndi gedirik burada yenidən deməli cowork-a. Düzdür? Cowork-da burada project hissəsi var. Artıq bizim bir projektimiz var. Client var. Client müəyyən SAS müqaviləsi istəyir. Biz onu tərtib eləməliyik. Briefimiz var. Brief eləmişik. Nə istəyirsən? Qırmızı cizgiləri nədir? Non-negotiable hədlərin nədir? Verə biləcəyin qiymət nədir? Müxtəlif şeylər. Və eyni zamanda negotiate notlarımız var. Və eyni zamanda template'imiz var. Yükləmişik ora. Bu bizim üçün project. Bunu yaratmaq istəyirik. Project hissəsinə gəldik. Düzdür? New project basırıq. 3 dənə hissə çıxır. Start from scratch. Scratch'dan yəni tamamilə yenidən yarada bilərsən. İş bu papka falan. Import project artıq sən belə deyək, artıq müəyyən bir chat historim var. Cloud ilə istəyirsən ki, həmin destroy ilə çıxartsın. Amma biz yazırıq use an existing folder seçirik. Seçdik, düzdür? Select folder. Sonra gəlirik bura. Select folderda seçirik biz deməli Cloud Legal Case number 1. Düzdür? Seçdik. Case number 1. Select folder seçdik.
instruction hissəsinə gələk. Instructionu mən hazırlamışam. Bunun instructionu budur. Kopya eləyək. Kopya etdik. Gəldik bura. Instruction hissəsinə qoyduq. Drop files here or click to browse. Biz artıq belə deyək etmişik, amma yenə də buradan browse seçək. Cloud legal düzdür. Case number 1. Burada da seçirik ki, hamısı qalsın. Drop files. Əslində bunu yəni seçməyə də bilərik. Tamam da seçək bunları. Bunları seçə bilərik. Bunları seçdik. Bu artıq buluta yükləyib bunu. Seçməsək buluta yükləməyəcək. Amma hər ehtimala qarşı seçə bilərsən. Çoxdursa seçmə. Artıq burada çünki sən case'i seçmisən, add files ehtiyac yoxdur. Burada da instruksiyanı vermisən. Deməli, yenə də qoymuşuq ki, sual versin, about me faylını oxusun. Yenə də eyni şeyi burada da qoya bilərsən. Burada faylları yükləmişəm. Eyni zamanda buradan da fayllara çıxış vermişəm. Gördünüzmü? Create yaratdım. Yaratdım. İndi buna mən deməli prompt verirəm. Promptu burada hazırlamışam. Prompt nədən ibarətdir? Yazıram ki, I need to draft a service agreement for our client, Caspian Tech LLC. The client is a service provider. The counterparty is the buyer. Read all files in case 1. In case 1'da bütün faylları oxu. Before doing anything. Read about me MD, our standard SAS template. And our standard sans template vermişəm, onu oxu. Before drafting, ask me clarifying question about anything unclear or any information I haven't provided in the files. Promptu kopyaladım. Düzdür dostlar. Gətirdim, hara qoydum, bura qoydum. Past. Artıq mənim promptum hazırdır. Artıq mən belə deyək də, bir çoxunun kimi ChatGPT-ni açıb demirəm, mən sans müqaviləsi hazırla. Bir-iki dənə prompt verməklə. Mən bu bütün konteksti ona tanıtmışam. Və bastıq düyməni görə işləyək, görək nə olur. İndi mənə suallar verəcək. İndi mənə. Bax, görək nə olur. Görürsünüz, belə işləməyə başladı. Running command. İşləməyə başlayır. Fəaliyyət göstərir. Baxın, artıq deməli nəticələr var və hamısını oxuyub. 4-ünü də oxuyub. Artıq bununla əmin olmaq çox önəmlidir. Deməli, suallar verir. Clarifying suallar verir. Bütün suallarına cavab verdim. İndi basıram. Əssalam, o qədər sarı. 10 sual verdi. O qədər dərinliklərinə getdi ki, konkret o negotiation fazasında, brief fazasında harda üst-üstə düşməyən məqamlar var, məndən soruşdu. Və ki, sən də junior lawyersən, sən birinci notları dəqiq tutmalısan. Eləsə, indi gəlin baxaq, deməli, görək nə baş verdi. Artıq görürsünüz, hazırlanıbdır. Every article and schedule present in both language. View your draft agreement. İndi baxaq görək orada yaradıbmı yoxsa yox. Gəlin keçirik deməli bizim papka hissəsinə. Draft görürsünüz. Draft. SAS agreement. Açırıq. Service agreement. Görürsünüz, yaradıbdır. Yaradıb və yaratdandan sonra da bunu yükləyibdir. Görürsünüz, ondan sonra Azərbaycancası gəldi. Görürsünüz, 2 dildə.
həm Azərbaycanca bax xidmət SAS xidmətlər müqaviləsi həm Azərbaycanca, həm də ingilis dilində. İki dildə deməli bunu yerləşdiribdir. Dostlar, mən qayıtdım. Bu hissələr şəklində çəkirəm. Deməli, ikinci use case bu bütün belə deyək paralegalların əsasən junior hüquqşünasların elədiyi bir şeydir. Çox siz əgər bir hüquq şirkətində işə başlamısınızsa, çox güman ki, sizə ilk tapşırılan iş kontrakt review olacaq. Bir müqavilə verirlər. Deyirlər ki, bunu bax, oxu, risklərini tap, necə deyirlər, bizim müştəri üçün hansı risklər doğura bilər, müştərinin notları əsasında yoxla, çek elə, müxtəlif tapşırıqlar verə bilərlər. Buna kontrakt review deyirlər. İndi gəlin biz baxaq görək, biz kontrakt review'unu AI ilə necə edə bilərik. Yenə gəlirik biz Projects hissəsinə gəlirik. New project. Yenə buradan artıq biz folder olaraq seçirik. Gəldik bura. Deməli Cloud Legal-a gəlirik. Cloud Legal Case 2. Seçdik bunu. Seçdik. Adını qoyuruq. Case 2. Instruction burada dediyim kimi yaza bilərik. Amma Global Instruction-da zaten yazdığıma görə bir də bura təkrarlamıram. Vaxt yoxdur, vaxt azdır deyə getmirəm. Amma burada istənilən məsələni qeyd eləyə bilərsən. Qeyd eləyə bilərsən ki, yəni bu cür, bu formada, bu belə deyək də, bu projekt necə işləsin. Amma Global Instruction-da verdiyimə görə bu hissəni mən doldurmuram. Bu hissəni doldurmam, çünki promptda onu verəcəm. Sonra biz nə edirik? Və salam. Bunu yaradırıq. Create. Yaratdıq. Yaradandan sonra gəlirəm mən görüm nə etmişəm. Baxın, case 2-də mən ona nə vermişəm? Yenə about me, şirkət haqqında, onun işləyiş forması haqqında, qaydaları haqqında, ümumiyyətlə bütün instruksiyam oradadır. Onu oxumalıdır. Client briefdir. Baxın, client brief. Açıram bunu. Müştəri haqqında məlumatdır. Caspian Foods MMC-dir bizim müştərimiz. Baxın, müştərinin kontr-partisi barəsində məlumatlardır. Ümumi müqavilənin predmetidir. Müştərinin gözləntiləridir və sair məsələlər burada öz əksini tapıb. Eyni zamanda key priorities məsələn göstərilib. Liability for damage, delayed goods, bu bunun əsas narahatçılıqlarından biridir ki, orada onu əks elətdirək. Dairy products-dır. Burada göstərir ki, bunun deməli xarab ola bilər. Ondan başqa exit flexibility, this is a new relationship, she doesn't want to be locked in. İstəyir ki, bir flexible olsun, bu müqavilədən hər an xitam eləyə bilsin. Müştərimiz müxtəlif, yəni detallara yenmirəm. Əsas odur ki, siz müştərini brief eləməyə bacarmalısınız. Müştərini qəbul etdikdən sonra düzgün suallar qarşısında qoymalısan. Sənin gözləntilərin nədir bu müqavilədən? Sənin əsas narahatçılıqların nədir? Qarşı tərəf istəyirsən bu müqaviləyə hansı formada əməl eləsin? Müqavilədən çıxış mexanizmi necə görürsən? Ümumiyyətlə bundan sonra deməli bizim müştərin deməli qarşı tərəfin göndərdiyi MSA müqaviləsi Master Service Agreement qarşı tərəf göndərib bu bizə və eyni zamanda bizim standart MSA-dir. Bizim standart MSA-dir. Bu da bizim standart MSA-dir. İndi biz deməli promptu verək. Promptu necə veririk? Prompt burada hazırlamışam. Hazır promptdur. Bunu kopya edirəm. Və nə edirəm?
copy edirəm və gəlirəm Claude-a. Claude-da burada yapışdırıram. Deməli, nə istəyirəm ondan? İstəyirəm ki, ümumiyyətlə review eləsin. Bundan başqa deməli bütün o papkadakı sənədləri oxusun, müqayisə eləsin və deviationları, yəni standart müqavilədən deviationları, kənarlaşmaları tapsın və eyni zamanda riskləri ölçsün. Classify the deviation as red, high risk, medium risk, green. Suggest counter language, yəni sən özünü təklif elə. Provide one sentence rationale for the classification. Output formatı göstərmişəm. Eyni zamanda göstərmişəm ki, read about me MD before starting and ask me clarifying question if anything is unclear. Dedik bunu və vurduq getdi. Gözləyirik görək necə olacaq, nə baş verəcək burada. Validation apardı və yoxladı öz yazdığını və indi yazdı memo is ready. Artıq executive summary formasında key red flagləri verdi. İndi biz keçirik papkamıza. Görəcəksiniz papkamızda özü yazmış olacaq. MCA review memo. Görürsünüz burada yazıbdı artıq. Legal memorandum yazıb deməli. Baxın. Legal memorandumu yazıbdı. Baxın. Executive summary. Issue'lar göstərib və issue one liability cap. Deməli məqamlar, əsas belə deyə, həssas məqamlar əsasən qiyməti ilə bağlıdır və yaxud da müqavilənin ləğvi ilə bağlı məsələlərdir, məsuliyyət məsələlərdir. Sonra full deviation'ı göstərir bizim standart formadan onların forması və burada deviation'ları red olaraq da yəni çox yüksək riskli qeyd eləyib. Transit times ilə bağlı, yəni məhsulların tranziti ilə bağlı həssaslıqları görübdür. Yəni GFP ilə bağlı həssaslıqlar var. Payment ilə bağlı həssaslıqları qeyd edib red. Sonra agreement'in 3 il müddətinə uzadılması ilə bağlı yenə red müəyyən eləyib. Yəni başqa qırmızı ilə verdi 12, burada 13. 13 dənə deməli risk müəyyən eləyib. 13 dənə risk müəyyən eləyib və bunu 5 issue-da qruplaşdırıb. Ondan sonra orta ölçülü məsələləri qeyd eləyib. Orada da bir 5-6 dənə var. Orta riskli məsələlər. Görürsünüzmü? Sənədin keyfiyyətini görürsünüzmü? Kontekst var. Tailoreddir. Yəni ki, müştərinin tələblərinə, həssaslıqlarını adres eləyir və tam bir memonu yazıbdır. Əziz dostlar, indi 3-cü use case-ə keçsək. Biz müqavilə draftından danışdım mən, müqavilə reviewsundan danışıb. İndi Claude-un edə biləcəyi ən əhəmiyyətli funksiya bu müqavilələrə toplu halda baxa bilməkdir. Məsələn, 200-300 müqaviləyə bir yerdə baxsın, review eləsin. Həddən artıq çox vaxt eləyən, sərf edə, çox vaxt tələb olan işdir. Xüsusilə də bu şirkət alımlarında və şirkət birləşmələrində MA dediyimiz, merger and acquisition dediyimiz əməliyyatlarda deyək ki, şirkəti alırsan, aldığın şirkətin müəyyən öhdəlikləri var, müəyyən müştəriləri var, müəyyən müqavilələri var. Düzdür, bəzi müqavilələr avtomatik, belə deyək, hüquq varicilikliyinə imkan verir, müqavilədə nəzərdə tutulur. Bəziləri deyir ki, mən səni tanıyıram, səninlə müqavilə bağlamışam. Əgər şirkətini bir satsan və yaxud da başqası ilə birləşsən, başqa şirkət sən öhdəliklərini götürsə, mən ona razı deyiləm. Yəni, mən səni tanıyıram, sənə güvənirəm, aramızda müəyyən bir müqavilə münasibətləri var. Ona görə də əgər belə bir hadisə baş verirsə, müqavilə avtomatik
qaydada ləğv olunur. Bunu bilməlidir deməli bu cür şirkət alım-satımlarına gedən tərəf. Çünki elə olur ki, müştəri şirkətin özünü yox, onun müştəri bazasını alır. Belə olan halda 200, 300, bəzən 500, 1000 müqavilənin review edilməsi çox əhəmiyyətlidir. İndi bunu necə edirik? Bunu düzdür, mənim 200 müqaviləm yoxdur və onu sizə göstərə bilməyəcəm, amma promptu göstərəcəm və necə etmək lazım olduğunu göstərəcəm. Baxın, burada deməli, burada görürsünüz. Əvvəlcə yenə project hissədə contract papkası yaradırsınız. 200 PDF-i bura yükləyirsiniz. Mən sizə burada bir maraqlı bir nüans deyim, onu istifadə edin. Baxın, şirkətin müqavilə bazası, elektron müqavilə bazası olur. Çünki negotiate edəndə onu Word üzərindən deməli tərtib edirlər. Bütün Word müqavilələri alırsınız. Onları yükləyirsiniz Google Doc-a. Google Doc-a yükləndən sonra isə download hissəsinə basıb MD fayl formatında yükləyirsiniz. MD fayl formatında yükləsəz əgər tokenlərə siz belə deyək, qənaət eləmiş olursunuz 10 dəfə və eyni zamanda da MD fayl formatını birbaşa AI oxuya bilir. Qalan formatları mütləq qaydada bu çevirir, belə deyək. Xüsusi Python kod yazır və formatı çevirir, ondan sonra oxuya bilər. Xeyli token sərf edir və token sərf elədikcə onun keyfiyyəti aşağı düşür. Ona görə də Google Doc-da çevirdin MD fayla, yerləşdirdin contracts papkasına. Contract papkasından sonra output papkası yaradırsan, harda ki bura deməli yerləşdirməlidir. Ondan sonra sən qiymətləndirmə rubrikini yaradırsan. Rubrikdə belədir. Qiymətləndirmə rubrikində yazırsan ki, nəyi axtar? Any clause, title, change of contract, assignment, successor, termination of acquisition or similar, hidden COC triggers, yəni kontraktın ləğv olunması, in other clauses. Sonra burada yenə qiymətləndirmə meyarları, for each contract identify contract name, whether a COC clause exists, yes or no, explicit. The exact trigger, triggerlər nədir? 50%, mülkiyyətin dəyişməsi, 25% dəyişməsi, board change. The consequences, termination right-dır, consent right-dır, acceleration-dır. Nədir? Yəni bunlar nə trigger eləyəcək? Riskləri sadala. High counterparty has unilateral termination right. Yəni əgər mülkiyyəti dəyişirsə bu ona birbaşa ləğv verir. Medium hardasa negotiate imkan verir və low. Output formatı yazırsan one row per contract in single Excel file. Artıq Excel faylda yükləyir və kolonları göstərir. Gördüyünüz kimi bu promptu verdikdən sonra, bu instruksiyanı verdikdən sonra artıq proyektə bağlayırsınız. Yəni bu proyekt hissəsinə bağlayırsınız. Bu faylları görsün və bu promptu verdikdən sonra artıq 200 kontraktı təhlil edib Excel faylda low, medium və high olaraq bütün kontraktları. Cowork'un əsas funksiyası dedik ki, proyektlərdir. Proyektlərə bölünür. Ondan başqa dispatch bu mobil telefondan idarə edə bilərsən. Bundan başqa schedule task var. Bundan da çox istifadə edirəm. Məsələn, məndə daily market briefingdir, görürsünüz. Daily hər 7 AM-də mənə AI semiconductor bazarı barədə məlumat verib, bütün məlumatları, bütün nə baş verib, texnik analizləri, fundamentalları hamısını mənim barədə verir. Amma siz başqa task müəyyən edə bilərsiniz. Deyə bilərsiniz ki, məsələn, hər həftə hüquq sahəsində olan yeniliklər barədə, qanunverici barədə yeniliklər barədə sizə məlumat versin və yaxud da başqa tasklar tapşıra bilərsiniz. Ona schedule task deyirlər. Ən əsas məndə burada deməli burada gəlirik customize.
ən sevdiyim hissə skills-dir. Skills təkrarlanan işləri biz bu skills-lərə verə bilərik. Və bunun create new skill verdikdə, baxın bu düyməni basdıqda browse skill də eləyə bilərsiniz və yaxud da create new skill də eləyə bilərsiniz. Mənim məsələn öz skilllərim var və baxın swing scanner skillidir. Buna hər hansı bir deyək səhm verdikdə, səhmləri verdikdə təhlil eləyir və swing potensialı olan səhmləri seçir. Bu investisiya analiz eləyir. Məsələn bu film fəlsəfəsidir. Hər hansı bir film verdikdə onun arxasında duran fəlsəfəni qeyd eləyib. Bu script redaktordur. Hər hansı bir Azərbaycanca mətn verdikdə onu redaktə eləyib, xüsusən də AI-dan çıxan mətnləri. Bu müdriklik kompanyonudur. Məsələn, hər səhər mənim sevdiyim filosoflar, psixoloqlar var. Onlar hər səhər bir belə bir brief hazırlayır mənim üçün də müdriklik, həyat fəlsəfəsi, nə bilim, yaşam, insan, cəmiyyət, azadlıq, müxtəlif. Ümumiyyətlə dostlar, mən bunu burada yekunlaşdırıram. Bu böyük imkanlar açır bizdə. Əsas odur ki, düşünməyi və mühakimə yürütməyi unutmayasan. Hər şeyi belə avtomatik AI versən, düşünmə qabiliyyətin azalar. Mümkün qədər çox kitab oxuyun, mümkün qədər çox düşünün. Beyninizi hər zaman sağlam tutun. Çünki belə avtomatlaşdırmanın özü də təhlükəlidir və bu insani tərəflərimizi unutmamalıyıq. Ancaq eyni zamanda bu cür texnologiyalardan da mütləq qaydada yaxşı istifadə etməliyik. Çünki gələcəkdə AI insanı əvəz etməyəcək, amma bu cür toolsları, bu cür imkanları istifadə edən hüquqşünaslar bir addım öndə olacaqlar. Xüsusilə də dediyim kimi bazar inanılmaz dərəcədə daralacaq, mən buna əminəm. Və o getdikcə balacalaşan pastadan bir dilim pay götürmək o qədər də asan olmayacaq. Ona görə də təkcə dərində vertikal biliklər yox, horizontal biliklər, kommunikasiya qabiliyyətləri, networking qabiliyyətləri, bu cür alətlərdən istifadə qabiliyyəti və interdisiplinar biliklər, xüsusən də iqtisadi biliklər, digər biliklər, maliyyə bilikləri, maliyyə savadlılığı, bunlar hamısı çox böyük rol oynayacaq dostlar. Ona görə mən sizə uğurlar arzu edirəm. Bu Anadolu Universitetində biz ilk dəfə demək olar ki, ilk dəfə imtahanda mandatory AI use şərti qoyacaq. Yəni AI-dan istifadə nəyə etmək olar? Etməlisən. Bir neçə dənə moduldur. AI tərəfindən istifadə olunan modul, AI-sız, insanla birlikdə, yəni belə bir mix bir imtahan seçmişik. İnanıram ki, uğurlu olacaq və bu gələcək imtahanlar üçün də bir model təşkil edəcək. Özünüzə çalışmağı, oxumağı və fayda verməyi unutmayın. Hələlik.